Hacı Ağa bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir. Xoş gəlmisiniz. Necəsiz? Sizin radio təcrübəniz kifayət qədərdir məncə. Mikrofonu belə yaxşı tarazlayın ki, səsinizi hamı eşitsin. Özünüzə tərəf. Tam eşidirlər. Əla, super. Hacı Ağa maşallah o qədər ölkələri və şəhərləri gəzib ki, adam bilmir hansından başlasın. Amma nəzərə alsaq ki, Rəhmanla indi təzəlicə Çindən qayıdıb. Düşünürəm ki, bir ora səyahət etmək lazımdır. Dostlar, Rəhman deyir ki, Çində hər şey ucuzdur. Çində hər şey ucuz deyil. Çində çox şey ucuzdur. Baxır kim üçün. Baxır kim nə alır. Niyyətlə gedir sonra. Əsas niyyətdir. Çində ucuzluq konteksti belədir. Siz bir şeyi bir dənəsini istəsəz pərakəndə, o əslində baha başa gəlir. Amma biz şeydən 100 min dənə istəyəndə o çox ucuz olur. Ya burada artıq görsən fikir ayrılığı yaranır. Mən 100 min dənə nəsə almaq üçün getməmişdim da. Onun üçün ucuzu gəlir. Mən yol xərci, mən orada viza yoxdur indi. İctimai nəqliyyat, yol xərcində ictimai nəqliyyat, taksi pulu, nə bilim mağazalardan alış-veriş falan deyəndə mən bu detalları nəzərdə tuturam. Hətta restoranları da buraya əlavə eləyərdim. Bizə əvvəldən belə bir fikir yaranıb ki, Çində hər şey çox-çox ucuzdur. Elə bir şey mən açığı görmədim. Ucuzdur bu formadakı, əhali sayı çoxdur, bazar böyükdür. Misal üçün qazanc da ona uyğundur. Burada bir dənə mən belə baxıram məsələyə ki, misal üçün taksi məsələsi deyirik. Orada bir taksinin gündəlik qazancını biz götürəndə onlara dəstək çoxdur. Nə mənada dəstək çoxdur? Avtomobili alma şərtləri çox sadədir. Çünki ölkə kütləvi avtomobil istehsal edir həm dünyaya. Bizə satdıqları qiymətlə daxildəki qiymətləri çox fərqlidir. Elə modellər var ki, mən onları heç vaxt görməmişdim. İnternetdə də axtardım sonra ki, belə bir model var. Çinin öz modelləridir. Biz indi tanıyırıq bir çoxunu. Halbuki onların hamısı qloballaşmayıb. Yəni Çin çox 900-ə yaxın şəhərində oldum. Hətta adlarını da bəzən unuduram. Çünki dilə yatqın adları yoxdur. Çində əziyyət çəkdim, nə mənada dil baxımından, ancaq telefonda. Hamımızın ortaq problemi. Çində mən belə bir hətta status yazmışdım Facebookda ki, 3 nəfər ingilis dili bilir. İkisi dərsdədir, ingilis dili müəllimləridir. Bir də mənim yanıma o da yaxşı, çox qədər yaxşı bilmirdi. Yox, çox maraqlıdır ki, mənim diqqətimi nə cəlb elədi. Elə ingilis dilində elə sözlər var ki, onu hamı bilir də. Yəni dünyanın harasına getsək, məsələn, good morning desək, başa düşəcəklər. Burada problem o idi ki, otel əməkdaşlarından başqa heç kim bu sözləri bilmirdi. Ya özlərini bilməməzliyə vururdular. Mən səminliyim ki, heç bilmirdilər. Bank sözüm çox yerdə soruşdum, pul dəyişmək istəyirdim. Bank. Dünyanın hər yerində bankdır. Bəli. Manində əl işarəsindən göstərirəm, pul kvadratla göstərirəm, əlimi belə deyirəm. Görürəm ki, heç bir xeyri yoxdur. Axırda belə məlum oldu ki, mən 25 metro tərəfdə valyuta dəyişmə məntəqəsini axtarıram. Yox, Pekində yox. Mən onda Cinhuadaydım. Və heç kim də bilmir ki, ora valyuta dəyişmə məntəqəsidir. Çünki onlar elə bir dərdi yoxdur. Orada ən sevdiyim şey nə oldu? Tam səmimi deyirəm. Bu Azərbaycanda mütləq olmalıdır. Biz nağdsız ödənişlərə keçirik. Vizayla bağlı bir çıxış olsun. Nağdsız ödənişləri mən hər yerdə gördüm. Bax, tam səmimi deyirəm, şokdaydım. Küçədə corab satır, nağdsız ödənişlər. Qarğıdalı satır. Bax, küçə ticarəti deyirik də, nağdsız ödəniş. Hər yerdə bir QR kod var. Nə istəyirsən QR kodu oxudursan, ödəyirsən. O da səhvimsə WeChat edir. WeChat-la Alipay-dir. Bəli, WeChat-la hər şey ödənişi var. Bu çox yaxşı bir şeydir. Rəqəmsallaşıb faktiki olaraq. Bəli, çünki əhalidə çoxdur. Siz təsəvvür edin ki, hamının cibində $100 olsa, o nə qədər kağız gedir. Ay sağ ol. Biraz da məsələyə bu. Amma belə bir şey var da, bizdə necə kartlı yoxdur. İnsanlar bir-birinə pul göndərir. Orada WeChat-dır. Amma konkret olaraq o alış-veriş, ticarətlə məşğul olan adamların oradan WeChat-dan vergisi belə hesablanır da. Məsələ bu cür tənzimlənib. Bu təbii ki, nəzarət üçündür, dövlət nəzarəti üçündür. Amma yenə də insanların cibində o qədər nəqd pul mən görmədim. Yəni aşağı-yuxarı sadəcə hamının üstündə powerbank var idi. Bax, o maraqlı detal idi ki, zərətdə bitsə, yəni telefonla heç bir əməliyyat eləyə bilməyəcək. Burada kart dedin Rəhman, yeri gəlmişəm. Bizdə indi kart etməkdənsə 5-6 kilometr gedib bankomat tapıb pulunu alaşdırıb nağd şəkildə vermək daha zərfəli olub. Bu arada da yeri gəlmişkən deməli biz təsadüfən Hacı Ağa ilə birlikdə Visa belə bir şirkətdə qarşılaşdıq və Visa Hacı Ağa da Avropa ölkələrini çox gəzməyi sevir və məndə də bu məsələ var. Dedi ki, sənin xəbərin var deyir. Bir dənə deyir məsələ oxumuşam. Durum nə məsələdir? Deyir bir türk
vətəndaşı viza almaqdan o qədər bezir ki, gedir İtaliyanın nə bilim ucqar bir kəndində torpaq alır və daimi oturum izni icazəsi alır. Belə də ki, yəni viza məsələsini yekunlaşdırır. Yəni bu addımlara da artıq atırlar. Özə sən düşünərsən ki, bu torpağın qiyməti çox bahadır. Yox, 6000-dir avroya alıb, hə acaba? Bəli. Bu məsələ var. 2014-cü ildə olmuşdu məsələ. Yəni mənə danışılanda, bəlkə də daha əvvəl alıb. Viza məsələsindən bağlı müzakirə edirdik ki, almaq çətindir. O vaxtda evronun evro vaxtlarıdır, bizim manatın da manat vaxtları idi. Onda sual verəndə dedi ki, siz niyə əziyyət çəkirsiniz? Sən demə İtaliyanın ucqar kəndlərinin birində səhv eləmirəmsə 3 sotdur, 5 sotdur belə bir yer alıb o vaxtı. Yəni böyük bir məbləğ də deyil. Bizim puluna götürsən 12.000 manat deyil, indiki pulumuzla. Onu alıb və ona da orada əmlak belə bir qayda varmış. Əmlak sahibiymiş olduğu üçün o artıq sənədləşmədə bizim kimi zülm çəkib notariusdan bu qədər sənədlər. Yəni çünki biz o gün Cavit müəllimlə görüşəndə hərəmizin əlində bir kipapqa sənəd vardı. Universitetə girəndə biz o qədər sənəd yığmamışdıq. Bir anlıq elə bir ki, məhkəməyə hazırlaşırıq. Bəlkə siz idi, amma yəni bu həqiqətən çox ağırlı prosesdir. Mən sevinirəm ki, Çinə viza məsələsi həll olunub. Ərəb ölkələrinin bir çoxunu artıq həll olunub. Çox möhtəşəmdir. Və yavaş-yavaş yeri gəlmişkən bəzi Avropa ölkələrinə də vizasız getmək olur. Məsələn, Serbiyanın özüdür. Burada da vizasız səyahət eləyə bilərik. Amma yenə də digər Avropa ölkələrinə keçmək üçün mütləq viza lazımdır dostlar. Biz Çindən danışmağa davam edək məncə. Yoxsa Məncə burada bir də maraqlı bir fakt gördüm. Türkiyənin 65 şəhərini gəzib acaq. Bəli, tam 65 saydım axırıncı dəfə. 81 şəhəri var. Yəni qardaş doymadın mı Türkiyədən? Yox, biz necədir? Orada mən uşaqlıqdan yəni hər hansı bir şey biləndə, öyrənəndə və ya misal üçün deyirdilər ki, filan kəs rus dilini yaxşı bilir. Biz böyüdük dedilər, filan kəs ingilis dilini yaxşı bilir. Onun ölçü meyarı olmadı. Mən misal üçün bilirəm ki, siz bağçanında, orta məktəbdə, universitetdə rusca oxumusunuz. Bu bəllidir ki, siz rus ədəbiyyatını da bilirsiniz və yaxud ingilis dilində indi təhsil alan uşaqlarımız var. Tam 12 illik, 11 illik, 12 illik ingilis oxuyurlar. İndi onun ölçü meyarı var. IELTS-dən misal üçün 8.5 toplayıb. Bu mükəmməl ingiliscə bilir. O vaxtda Türkiyə ilə bağlı sual verirdin ki, yəni Türkiyəni yaxşı bilirəm və yaxud Türkiyəni tanıyıram. 4 dənə, 5 dənə seriala baxıb, kinoya baxıb türk dilini bildiyini zənn etmək, türkcə bilmir. Bu sayılmır. Xeyr, mən sənin açım məndə də bu var idi. Mən bildim türk dilini bilirəm, amma məlum oldu ki, yox. İstənilən adamdan bunu cəhd eləyə bilərsiniz. Bu dili bildiyini zənn edən, təbii ki, peşəkarlar ayrıdır, buna qatmırıq. 6-cı dialoqun 6-cı etapında o Azərbaycan dilində söz istifadə edəcək. Yəni 5 etapda sizlə. Bir dəfə siz, bir dəfə o. Bu 6 dəfə gedəcək. 6 siz deyəcəksiniz. 6-cı o deyəndə artıq o Azərbaycan dilində söz istifadə edəcək. Niyə? Səbəb nədir? Çünki bu ədəbiyyatı oxumaq məsələsidir. Dili bilmək üçün birinci ədəbiyyatı oxumaq. İkinci isə o şəhərləri niyə gəzirsiniz? Çünki Türkiyə hamı bilir ki, böyükdür. 3 tərəfi dənizlə əhatəlidir və çox maraqlı şəhərlər var. Məsəl üçün hamının gözü İstanbul. Biraz da İzmir, Antalya. İndi son dövrlərdə Antalya gedən çox turistik olaraq. Amma mən sizə əmin edeyim ki, Türkiyənin elə şəhərləri var ki, siz onu görəndən sonra digər şəhərlərlə bağlı fikirləriniz dəyişə bilər. Sinop adında bir şəhər var. Çox adam tanımır. Eşitmişəm adı. Muğla, Bodrumun da olduğu hətta Muğla şəhəri var. Aydın da şəhəri var. Siz Kuşadasını tanıyırsınız, amma Kuşadası Aydının yəni qəsəbəsidir belə deyək. Və yaxud Mardin deyilən bir yer var. Mardinə getmək lazımdır. Mardini görmək lazımdır. O tərəfdən Urfası var. Yozgatı var, yəni İç Anadolu deyilən yerdə. Bunlar hamısını üzr istəyirəm. Belə tam gəzəndən sonra Türkiyənin bağlı fikirləriniz də dəyişir. Əslində Türkiyə bizim gördüyümüz seriallarda bizə təqdim olunan o İstanbul Türkiyəsindən deyil. Tamam fərqli bir şeydir. Yəni onu gəzmədən mümkün deyil. Necə ki Rusiyanı mən indi Sankt-Peterburg, Moskva, bir də Şimali Qafqazı gəzmişəm. Sibir tərəfini gəzməmişəm də. Mən misal üçün Şimali Qafqazı görəndə beynimdə bir Rusiya vardı. Moskvanı görəndə mən Moskvaya dostlarım da deyir ki, onu qəşəng demirsən. Böyük 20 yanvar metrosunun ətrafını xatırladır mənə. Mən orada bir elita görmürəm Moskvada. Təbii ki, elit yerləri var, amma Sankt-Peterburgu görəndən sonra mənim Rusiyaya baxışım tamam dəyişdi. Tamam o köhnə rus mədəniyyəti, mənə çar dövrünün Rusiyası tamam yəni
əsərlərdə oxuduğum şeyləri orada canlandırdım. Yəni Peterburq belə bir şeydir. Amma Türkiyədə siz o əsərləri oxuyandan sonraki o əsərlərdə qeyd edilən yerləri görəndə insana daha maraqlı gəlir ki, mən burada olmuşam və oranı siz özünüz canlandıra bilirsiniz beyninizdə. Əslində məntiqlidir. Niyə? Çünki məsələn o Qara dəniz sahilində Trabzon çox məşhurdur, amma sən Gürcüstandan Trabzona qədər gedib çıxana kimi orada müəyyən şəhərlər var. Rize şəhəri var. Of deyilən bir ərazi var filan var. Sən heç vaxt bunları belə də ciddiyə almamısan o mənadakı gəzmək baxımından, orada amma var, Samsun var. Aysal, amma gəlib Trabzonu gəzirsən və Trabzondan qaydanda sən Rizeyə girirsən, Ofa girirsən, o bir şəhərlər, ərazilərə girirsən. Görsən ki, Trabzon bu deyilən ərazilərin yanında təbiət baxımından deyirəm, təbii ki, əhalisini filan mən nəzərdə tutmuram. Təbiət baxımından tamam başqa bir fərqli ərazilərdir, yerlərdir. Medianın algısı deyilən məsələ var. Media bunu elə algılatdırır ki, 2 illərlə senzura dövrlərində belə olub, tarixində belədir. Bu bizim ölkəyə xas deyil. Bütün dünyanın hər yerində ilkin radioda, TV-də senzuralar qat olub. İndi dövr dəyişdikcə insanlar özləri də araşdırır. Misal üçün biz bunu burada açıq müzakirə edə bilirik, amma təsəvvür edin ki, 30-40 il əvvəl bu qədər açıq müzakirə olunmuyor. Sənə İstanbul təqdim olunursa, sən İstanbulu bilirsən. Yəni SSR deyəndə mən o kitablardan oxuduğum müşahidələrimdən belə çıxır ki, əsas Moskva idi. Yəni kimsə Sverdlovskidən, Tümendən danışmırdı. Yəni çünki kontent onun üzərinə formalaşırdı. Bizdə də misal üçün Azərbaycana gələn turistləri mən çox sevinirəm ki, Astaranın Sım şəlaləsini bilirlər. Bu çox möhtəşəmdir. Qırızı bilirlər. Yəni bir Çinlidə mən qırız eşitmişəm. Bu mənə çox maraqlıdır. Təkcə Bakı ilə yekunlaşmır. Bəli, küçədə bir Çinlilər yaxınlaşdılar. Telefonuna baxıram, mən də maraqlı gəldi. Mən Nihaodan başqa bir şey bilmirəm təbii ki. Bunlarla baxıram, məndən qırızı soruşdular, şoka düşdüm. Nə yaxşı, bunlar qırızı soruşurlar. Yəni bu möhtəşəm bir şeydir. Yəni orada necə getmək olar soruşurlar. Yəni onlar marşrutlarını dedilər ki, biz buralara gedirik, bura. Mən dedim haralara gəzmək istəyirsiniz? Bu yazır mən soruşuram. Baxdım ki, qırız planlarında var. Möhtəşəm bir şeydir. Yəni Bakı ilə məhdudlaşmasın. Yəni bir dəfə status yazmışam ki, Azərbaycanın ən gözəl mənə görə təbii ki, ilk 10 kənd çıxartmışdım özüm üçün. Orada ilk 10-da mənim fikrimə görə 3 dənə eyni rayonu kəndi var. Xocavəndin 3 kəndi var idi. Mən sizə əminəm ki, Azərbaycanın 80% Xocavəndi görməyib. Əminəm buna. Tuğ var, Binə kəndi var. Tuğa getmək lazımdır. Tuğ böyük tağlar var. Bu üçü gedirsiniz o gotik filmlərindəki ab-havada duman olanda 2 ilin bir çox aylarda duman olur. Mən oranı görürüm ki, biz Azərbaycanda belə bir şey var və orada heç bir sinematik effektə ehtiyac yoxdur. Elə kadrajı qoy, filmi çək. Yəni çox möhtəşəm kəndlərimiz var. Tapılmır, bilinmir kontekstində yanaşın, amma elə deyil. Yardımda Nisəqalat səhv eləmirəm. Möhtəşəm bir yer. Çoxdur. Azərbaycanın kəndlərin belə deyək tanımırlar. Vəngün özü. İndi Ağdərən Səfər məsələsinə keçdi, Kəlbəcərdə qabaq. Dəhşətli yerlərimiz var. Mən də tək Qarabağdan misal verməyim. Sarıbaşın özü. Qaxın Sarıbaşı. Və yaxud İsmayılın dağ kəndləri, o Qara Nohurt gölü səhv eləmirəm, yerə gedəndə. İndi Quba, Qusar, Bəllidə daha çox yerləri var. Yəni biz Tuvan dağı nə vaxt kəşf elədik? 10 il əvvəl kəşf eləmişdik də, tam səmimi. Bizdə Antalyanı daha yaxşı bilirlər, nəyə Tufan dağı. Şah dağ son 10 ildə infrastruktur yaradılandan sonra. Özümüz də maraqlı olmamışıq da. Yəni o da. Amma mən sizə bir şey deyim, məsələn Sarıbaşa olmuşam Sarıbaşda, çox da möhtəşəm bir yerdir dediyiniz kimi. Ora getmək üçün heç bir infrastruktur yoxdur da. Ora getmək üçün sən qaz 50 neçədir bilmirəm. Qaz 66. Qaz 66-dan oradan bir sürücü tapmalısan. 100 manat pul verməlisən. Amma marağı mən sizə deyim ki, o yadda qalır. Mən sizə başa düşdüm. Sürücü tapmaqdır. Yəni maraq bu. Yox, aydın məsələdir. İnfrastruktur qurulandan sonra biz geri oraları kəşf etmək çətin olur. O tip yerlərində kütləvi gedişi yox, maraqlı adamların gedib maraqlı xatirələr toplamağına daha yaxşı baxan. Niyə? Çünki Trabzonun uzun gölündə bu yaşandı. Trabzonun uzun gölünə əvvəl çox adam getmirdi. Ora bir kütləvilik yarandı, yol çəkdilər, hər şey süper oldu. İndi siz ora getsəniz o əvvəlki deyil. Çünki daş beton oldu. Razıyam. Çünki dağıtdılar oranı, bilmirəm. Mən də o tərəfdən baxıram ki, kimsə gələcək, investisiya üçün fikirləşməyəcək, deyəcək mənim pulum var, alacaq. Bir növdə o kəndli məcbur edirlər. Bu bizdə çox oldu. Türkiyədə təbii ki, çoxdur. Göçəkdə, o Fethiyə tərəfdə orada möhtəşəm yerlər idi. O yerləri hansısa sahibkarlar, xarici sahibkarlar, indi ad çəkməyən hansı ölkələrdir. O sahibkarlar da gətirdilər, ora pul verdilər ki, orada yaşayan belə də kəndlinin də o pula ehtiyacı var. Elə bir pullar təklif olundu ki, bəli aldılar və Azərbaycanda bu dəqiqədə kəndlər var ki, kəndin 80% kənardan gələn insan orada ev tikib və avtomatik istər-istəməz təbiətə zərər vurur. Sarıbaş elə deyil.
Sarıbaşı toxunmayıblar. Sarıbaş Çox toxunulmuyor. qəribədir. Yəni Heç toxunmayıblar. Mən sənə deyim ki, Acağı elə bir insandır və dostlardandır ki, 100% əminəm ki, Azərbaycan bölgələrinə səfər eləyəndə mütləqdir ki, onun fikri alınmalıdır və məsləhətləri olmalıdır. Çünki Azərbaycanı da qarış-qarış gəzmisən. bəli, Kəlbəcəri gəzməmişəm. Gəzmədim. Yəni böyründən keçməyi mən maşınla deyirəm. O sayılmır. O sayılmır. Ona görə mən Türkiyə əslində 80-ə yaxın şəhərini görmüşəm. Maşınla çoxundan keçmişəm. Amma düşüb gəzmək məsələsində 65-dir. Axırıncı özüm üçün saydım. Hətta sizlə söhbət edəndən sonra da dedim ki, efirdə deyərəm, dəqiq olsun. Azərbaycanın isə bir dənə Kəlbəcəri gəzməmişəm ki, Ağdərə ilə Kəlbəcəri artıq o bölüm oldu, o iki rayon deyək. Amma digərlərindən Ordubadın dəstəsindən tutmuş, Astara Nəmuzqar Sımı, Lerikin Pirasora, Qusarın ən yuxarısında Xınalı, Lazar, Qubanın yuxarısında Xınalıq, Qazaxda, Ağstavda Sadıqlı, Poylu Sadıqlı, Ucqarara gedirəm də, Balakəndə isə Mahamadır. Maraqlı məsələdir. Füzulidə də o vaxtı ən ucqar Horadiz idi, təmas xəttinə görə. Daha doğrusu Cocuq Mərcanlı. 2017-dən sonra Cocuq Mərcanlı. İndi axınca Zəngilana getdim. Zəngilanda Mincivan tərəfində. Bitdi də, yəni demək olar ki, ölkənin konturlarını verdim. Hacı Ağa bəylə söhbət məncə daha çox belə insan niyə səyahət eləməlidir? Bu motivasiya xarakterli daha yaxşı alınacaq deyə fikirləşirəm. Bu mənim yanaşmamdır. Dostlar, bu xaricdə təhsillə bağlı səhv eləmirəmsə, Mən Türkiyədə oxumuşdum magistraturanı 2014-15-ci illərdə. Xaricdə oxumaq yaxşı idi. Türkiyə əslində bir çox yerlərini gəzməyim elə həmin ilə təsadüf edir. Amma 2007, 2009, 2011 2 ildən bir elə bir davamlı gedib 10 şəhər, 15 şəhər belə təkrar getdiyim yerlər də var. Ən axırıncı dəfə getdiyim uzun müddətli səfər İstanbuldan getdim. Çıxışı Alanyada elədim. Yəni o zolaqda nə var idisə 24 günə gəzə-gəzə gəldim. Özdə mən maşın belə də kirayə gəzmirəm. Adətən avtobuslarla gəzirəm. Çünki mən özüm avtomobil idarə edəndə həm yorula bilərəm, həm bu narahatçılıq verər. Amma ən yaxşısı avtobuslandır ki, pəncərədən də baxırsan, qatar varsa qatar lap yaxşıdır. Amma hər yerə qatar olmadığı üçün orada misal üçün Bursaya gəlsən, Çanakkale Bursa keçid var, feribot deyirlər də bu. Avtomobil yolları gəlmişsən, oradan keçsən, çox maraqlıdır. Yəni maraqlı keçidlər eləyə bilirsən. Mən sizinlə Zürixlə bağlı danışmaq istəyirəm. Keçən il getmişdim İsveçrə. Mən onu gələcəkdim, amma sən maşını deyirsən Avropada sürməyi sərf edir. Mən orada da düz açıq mən avtomobil səyahət sevmirəm deyə, özüm sürməyi sevmirəm, amma mən Avropada bir hadisə ona yaxın şəhəri gördüm. Viyana və Zürix həqiqətən də çox təmiz və möhtəşəmdir. Mən məsəl üçün Budapeştdə o iyi götürə bilmədim. Çox mənə tərifləmişlər. Burada razıyam. Yəni mənə çox tərifləmişlər Budapeşt. Yəni belə deyək, bir növ PR-ı çox getmişdi. Reklamı çoxdur da, yəni bu. Amma mən deyərdim ki, ucuz hava yolunu həm də oranı daha çox populyarlaşdırdı. Və ikinci bir məsələ o yaponların deyəsən Paris travması var, belə Eiffel travması var. Onlar başqa şey gözləyirlər, görürlər ki, dəmir konstruksiya. Heç olan travması deyil. O elə mənim də travmamdır sözün açığı. Mən o travmanı Dubayda yaşamışdım və stat yazmışdım ki, Dubay binaları olan Kürdəmirdir. Yəni Kürdəmirdə bu binalar olsa Kürdəmir daha yaxşıdır. Daha yaxşı. Daha havası sərindir. Və havası daha sərindir. Yəni bu açıq bir şeydir də. Amma şəhər hava-havası, mən burada yaşayaram, ailəmi də götürərəm. Təqaüdə çıxandan yox, sonra yox. Mən indi də məsəl üçün köçüb yaşaya biləcəyim. Viyana çox təmiz, çox möhtəşəm. Və baxırsan ki, şəhərdə ruh var, sakit bir ruh var. Və o Zürixdə də var. Zürix təbii ki, çox elit görsənir. Zürixdə biraz adam sıxılır. Nədən sıxılır? Biz bir Ferrari'lərə falan görsən sıxılırsan, yoxsa Ferrari'yə görə sıxılırsan. Mən tam səmimi deyirəm, Ferrari sıxmır. Sadəcə nə sıxır? Qarşına bir kişi və ya bir xanım gəlir, öndən bir baxırsan və o sənə yaxınlaşanda aşağı-yuxarı bütün brendləri tanıyırsan. Mən baxdım ki, Rolls-Royce Phantom'dan düşdülər. Əyim baş. Mənim yaxın 20 ildə əldə edə bilməyəcəyim bir şeyləri bir anda görsən, o biraz adamı yorur. Amma Avstriyada mən misal üçün bilmədim kim varlıdır. Tam səmimi deyirəm. O elitlik mənim çox xoşuma gəldi. Yəni əgər bir şəhərdə sən insanların maddi vəziyyətini üzə baxanda bilmirsənsə, yəni o hiss elətdirmirlər sənə, bu həqiqətən elitadır. Yəni elita nəzəriyyəsində o qədər görürsən ki, elita kimdənsə varlıq özünü göstərmək üçün deyil. Bəli. Və Avstriya Viyana çox xoşuma gəlmişdi. Bir də Zürixdə nə xoşuma gəldi əsasən deyim sizə. Zürixdə hər şey bahalıdır. Həddindən artıq bahalıdır. Amma
Dubayda da hər şey bahalıdır, amma Dubayda hər şey keyfiyyətli deyil. Hı. Mən Zürixdə adi əl yuyulan o brend şey gördüm, o nə deyir? Maya sabun. Sabun yox, adicə Hə. avadanlıq. deyirdi. Əl üzüyan avadanlığını görəndə gördüm ki, bunlar həqiqətən də bu bahalıdır. Yəni mən buna 4 evro verdiyim, onu da başa düşdüm ki, hə budur. Amma Dubayda da mən o pulu verirəm. Amma Dubayda baxıram ki, üzrdən Çinin o PRC ilə buraxılandı. O People of Republic China, o PRC ən ucuz da bilirsiniz ki. Yəni o deyil də. Yəni mənə bir şey baha satmaq. Yəni Dubayda mən onu gördüm ki, hə bu mənə həqiqətən baha satıldı. Amma Zürixdə o həqiqətən də niyə bahalıdır onu hiss edirsən. Adicə restoranda da. Yəni bir şey burada misal üçün Çəngələr bağlandı hiss etmək olur artıq onu. təbii də, yəni misal üçün deyək, bu kofenin orta statistik dəyəri 5 avrodur. Dubayda bunu mənə 15 avro verdilər. Amma o 5 avroluq kofedir. Amma Zürixdə verdikləri 5 avroluq deyil. Yəni sənə 25 avro versələr də bu həqiqətən də bir 20 avroluq dəyəri var. Hiss edirsən ki, bu dəyərlidir və bahalıdır. Ona görə bahalıdır ki, bu dəyərlidir və keyfiyyətlidir. Amma Dubayda mən bunu hiss eləmədim. Azərbaycanda da yemək məsələsi, bu yəqin ki eşitməmisiniz, mən sizə danışım. Bu şəkildə olub. Mən bizim bir dostumuz eləyib bunu, adını çəkməyib. Desəm xətt necək, sən hər yerdə məni biabır eləyirsən. Bu şəkiyə bir qrup Çinlilər gedib gəzməyə. Bu biraz əhli keyf adamdır, deyib ki, adamdır. Çinliləri gəzdirib, Çinlilər deyib ki, bəs biz nə yeyə bilərik? Əslində bilirsiniz də, yəni Çinlilər ağır yeməkləri yemirlər. Özünüz də görmüsünüz. Bu Çinlilərə şəkidə piti yedizdirib və təcili yardım çağırıblar. Bir neçəsində təzyiqləri qalxıb, bədən öyrəşməyib baxıb. Piti də çox keyfiyyətli, yağlı və çox keyfiyyətli. Piti möhtəşəmdir. Və təzyiqləri qalxıb 2 nəfəri və biz bunu illərdir deyib gülürük. İndi o mənə bir şey deyir, mənim səlahiyyətim olsa, imkanım olsa, tam səmimi deyirəm, Çinin deyir 2 dənə məhəlləsini Şəkiyə gətirərəm. Çinin 2 məhəlləsi zaten 1 milyon deməkdir. Və deyir mən o pitini onlara yedizdirərəm. Deyirəm ki, sən qorxmursan ki, bəs pitini oğurlayarlar. O şəkildə özdə, bəs oğurlayarlar, aparıb Çində hazırlayarlar. Deyir, dünyada yeganə şey pitidir ki, onu kopyalaya bilməzlər. Deyirəm, niyə? Deyir, heç kimin həvəsi yoxdur, 18 saat otur gözləsi görüb pişəcək. Yəni, Çinlilərin bir ona vaxtı yoxdur. Çinlilər deyir, həmin müddətə bir avtomobil, 5 avtomobil istəsə, deyir, oturub pitini 8 saat kimini gözləyər. Və onu deyir, oğurlamayacaqlar. Deyir, Şəkidən hər şeyi oğurlayarlar, nə bilim, o ipəkləri falan, amma deyir, pitini oğurlamayacaqlar. Amma bu həqiqətən möhtəşəmdir. Biz bunu zarafat eləyirdik, amma ciddən fikirləşəndə ki, Azərbaycanın möhtəşəm yemək mədəniyyəti var, həqiqətən möhtəşəm. Heç bir ölkədə onu almaq olmur ha, yeri gəlmiş. Bax, özünüz də gedirsiniz, hamımız getmişik. İtaliyada menyuya baxırsınız, nə tapdınız? Heç şey. Pasta, pizza. Pasta, pizza və o dönər pizzanı mən görəndən sonra, yəni o da türklər fikirləşir. Bəli, türklərindir. Dönər pizza. Pizzanı bükürlər, içində dönər var. Yəni mən bunu görəndən sonra dedim ki, yəni bitdi də. Mənim üçün bura bitdi. Azərbaycanlıların yeməklərini oğurlamaq olmur. Çünki çox əzab, əziyyətli və uzun bir prosesdir. Yəni xaçlama neçə saat başa gəlir. Kalapur deyir. Tam səmimi də. Və mən əminəm ki, o turist, o Çinli və yaxud o Yapon, deyək, Yaponiya ilə Koreya ilə də viza məsələsi həll olundu, yəqin bilirsiniz. Yapon və Koreyalı Bakıya gəlsə, mən onu nümunə üçün apardım, bozartma yedirtdim, xaçlamayı yedirtdim, sonra pitini yedirtdim. Onun buranı unutma ehtimalı yoxdur. Yəni onun həyatında heç vaxt Azərbaycan yadından çıxmayacaq. Azərbaycanı unutsa belə o yeməyi unuda bilməz. Çünki o yeməklə bir təzyiq verər ki ona. O unudulası bir şey deyil. Və yaxud da paxlava. Yəni bizim paxlava çox şirindir. Quba paxlavası, Şəki halvası dediyimiz. Yəni Gəncə növlərdir kifayət qədər. Bəli, Gəncə paxlavası, Bakı paxlavası, hamısını ayırmışıq. Bunların hamısını tutaq ki, deyək. Qubada apardım buna bir dənə xaçlama yedirtdim. Üstündən bir dənə Quba paxlavası verdim. Üstündən də limonlu çay, bir də kəkotlu çay var bizdə. Bu təzyiqi ancaq biz də özə bilərik. Düz deyir. 42 dərəcədə Kürdəmirdə qaynar çaya qonaq edirlər adamlar. Yəni Zərdabda, Ucarda. Düzdürmü? Yəni bu reallıqdır da. Və onu mən Dubayda eləsəm, mən qəbul edə bilmirəm də. Biz istidə niyə bu qədər çay içirik? Biz o mədəniyyətləri gətirəndən sonra, yəni onlar bizə gəlib bu mədəniyyətlərimizi görəndən sonra mən sizə əminəm ki, bunun kopyalanma ehtimalı azdır. Yəni kimdir bunu kopyalayıb tətbiq edən? Və bura maraq üçün ekzotikdir də. Yəni gəlirsən, belə yeyirsən, içirsən və hamı da gedib bunu danışacaq. Çünki yemək daha çox danışılır. Nəinki ki, mən məsəl üçün deyim ki, çox qəşəng bina gördüm. Yəni bu sizdə bir effekt yaratmır. Deyim ki, hə, Romada bir bina var, ara küçədə, siz görməmisiniz. Məsələn ki, hə, okey də, bir dənə binadır. Amma mən sizə deyəndə ki, qardaş, gəldilər yeməyi, plovlu düzdülər. Lənkərana getdik, mən keçəndə 7 növ plov var masada. Şokdayam. Elə biləm kulinariya mərkəzinə getmişəm. Kulinariya deyil. Bu bir evə qonaq getmişik.
Bakıdan Sadəcə qonağı qarşılamaqdır. tam səmimi deyirəm, qonaq qarşılamaq üçün masada 7 növ onları yeməyi vardı. Gərək belə baxdım hər şey. Bizim zona belədir. Yəni dedim ki, bunu bir turist görsə, mənim ancaq beynimdə bu yaranır da. Bunu bir turist görsə, bunu adi bir evdə belə görsə, bu nə ola bilər? O məşhur məsələ var da, hadisədə yəqin ki, bunu da eşitmisiniz. Xarici Çaykovski desən, Şuşaya gəlib, orada Quzu Əsgər səhv eləmirəm, adları belə səhv xatırlayıram, üzr hesab edin. Gəlib bunu gəzdirmək istəyirlər. Şuşada deyib ki, Üzeyir bəyin ev muzeyinə necə gedə bilərəm? Bu adamı götürüb aparıblar Xaşa. O Xaş yeyiblər orada. Xaş yeyəndən sonra başlayıblar bundan fransızca danışmağa, rusca, ingiliscə. Deyib ki, siz kimsiniz də? Bunlar da zarafatlaşıblar, göz vurublar. Deyib biz bu şəhərin sərxoşlarıyıq. Sərxoşlar. O da deyib ki, əgər bu şəhərin, Şuşanın sərxoşları belədirsə, ona görə Üzeyir bəy burada doğulmalıydı. Yəni görün səviyyə nədir də? Yəni o Təbii. İndi bizim də o kontekstdən baxanda həqiqətən də çox səviyyəli belə deyək, həm mətbəximiz var, həm insanlarımız var. Qubada mənim müəllimim olub, bu hadisənin başına gəlib. İngilis dili müəllimimiz vardı. Xaricilər gəliblər. O başlayıb mükəmməl ingiliscə danışmağa. Deyib ki, sən çobansan, belə ingiliscə. O baxıb üzünə deyib ki, mənim o vaxtın dövründə 115 səhvləmsə TOEFL-um var. Mənim tələbələrim MIT-də oxuyur. Bizim rahiblərim, onu da salamlayıram burada. Yəni biz bilmirik də kim hansı savaddadır. Onu turistlər gəlməlidir, görməlidir ölkəni. Ancaq kimə azarkeş eləyirdi futbolda? Qalır Gecələr komandanın yoxdur, yoxsa yox. Gecələr yuxusuz qalmağın dərdindən. Türkiyə təbii ki, getdi. Türkiyə belə deyək, azarkeşlik eləyirdi. Braziliyada Getdi. Uşaqlar. Dünən yola saldılar. Hamımız Braziliya barədə edirdik uşaqlar. Türkiyə sonra Braziliya, Ronaldo, o fenomen məsələsi vardı. Braziliyada getdi. Mənə görə yəqin ki, Fransa. Mən elə hesab edirəm ki, İspaniya qalıb elə, unutmayın. İspaniyadan mən bir şey gözləmirəm, açıq deyim, amma Fransa Yamal da eləm gəncdir. Yamal gəncdir. Məncə yerə Mbappé Fransa çempion var. Mənim yəni şəxsi fikrimdir. Düzdür, azarkeşi deyiləm Fransanın, amma məncə elə olacaq. Baxaq görək, maraqlı məsələdir. Elə olduğu halda mən düşünürəm ki, finaldan sonra Hacı Ağa'yla bir də görüşmək lazım. Amma Norveçcə gizli qəhrəmandır, gizli favoritidir bu çempionatın. Xüsusən də Braziliyanı evə göndərəndən sonra Norveçlə bağlı daha çox danışırlar. Sizə turizmlə bağlı, futbol turizmlə bağlı bir maraqlı statistika deyim. Konqonun əhalisi 100 milyondan çoxdur. Aha. Konqo dünya çempionatında iştirak edir. Və girib baxa bilərsiniz, tarixdə ilk dəfə idi ki, kütləvi şəkildə Konqolular Meksikaya və Amerikaya getmiş oldu. Yəni indiyə kimi getməmişlər. Çox kütləvi şəkildə getməmişlər. Çox maraqlı məsələdir ki, biletlərin qiymətləri baxılmasına baxmayaraq bütün stadionlarda azarkeşlər hazır. Bunun səbəbi siz nədir? Biz dünən bir futbol mütəxəssisindən müzakirə edirdik bunu elə. Orada belə bir məsələ var ki, o da yazırdı Facebookda, mən də yazdım, belə müzakirə oldu. 8-də 1-ə çıxa bilməyən Afrikadan daha çox gələn ölkələrin əhali saylarına baxdıq. 100 milyon Konqoydu, 50 neçə milyon səfərəmsə Əlcəzairin özü idi. 48 komandaya qalxıb. Yəni bu komandaların sayı artır. Bu da reklam gəlirlərinə, yəni turizmə ciddi təsir edir. Mən sizə deyim ki, hardasa gələcəkdə bunu 64 eləyə bilərlər ki, əhalisi çox olan ölkənin iştirak eləməyi daha çox gəlir gətirir. Nəinki 3 milyonluq Bosniya Hersegovina iştirak eləmək. Yəni Konqo 100 neçə milyon əhalisi var. Baxır, reklam, hamısı, yəni hələ səfər etməyənlər də nəzərə alınır ki, reklam gəlirləri var, bunu biz bilirik. Yəni bu çox ciddi təsir edir. Mən kütləviləşmiş şeylərdən çox az olan yerlərə insanların belə deyək də, misal üçün deyək, Türkiyədən 90 milyon əhalisi var, Almaniyada bir o qədərdir, İtaliyada 60 milyondan çoxdur. Nəzərə alın ki, Azərbaycandır, bizim paralelimiz İsveçrənin özü, İsveç səhvləmirəmsə 10 milyon əhalisi var. Biz daha çox maraqlı olmalıyıq. Az olan daha maraqlı olur. Az olan dünya daha, üçün əslində turizmdə buna yanaşmalıyıq ki, az və daha keyfiyyətli. Yəni mən niyə 4 marşrut dəyişib Zürixi görmək üçün getmiş adamım. Çünki mənə Zürix çox maraqlı gəldi. Amma Almaniyanın Düsseldorf şəhərini mən görmək istəmirəm. Çox da maraqlı deyil. O da maraqlı deyil. Yəni Berlini görmək istəyirəm, Dortmund yəni daha maraqlı gəlir, amma o da München, München və Signal Iduna Park misal üçün görürəm, yəni Borussia Dortmunda görə falan. Amma belə bir İsveçrənin bir futbolu yox, misal üçün mənim maraq dairəmə deyim, futbolu yoxdur. Nə bilim bir musiqisi mənə xüsusi bir yanaşmam yoxdur. Yəni bir universitetdən bir Zürix Texnik Universiteti mənə maraqlı gəlir müəllim kimi. Belə çox da belə deyək, maraqlıdır, amma Zürixdir deyə, o Zürix şeyi var. Ona görə mən gedirəm. Bakıya da mən deyirəm elə gəlməlidirlər. Ki Bakıya gələndən sonra alternativləri Gəncəni görməlidirlər. Yəni Şuşanı görməlidirlər.
Bu mütləqdir də, yəni. Bizim çox böyük dəniz sahilimiz var, bu zarafat deyil. Siz şimalda da yaşamısınız, bilirsiniz, yəni şimal istiqamətində yaşamısınız. Yalamadan düz Astaranın o keçidə qədər dəniz sahilimiz Sahildir hamısı. Hamısı sahildir. Biz bunu tam istifadə edə bilirik. Az öncə biz danışdıq efirdən əvvəl Şurabatla bağlı. Yəni, Şurabat Bakıya yaxın yerlərdən biridir. Mən keçən dəfə getdim. Möhtəşəm bir şeydir. Əvvəl orada dəniz olub. İzlər də qalıb. Yəni, arxeoloqlar üçün də maraqlı olaraq, geoloqlar üçün də. Yəni gedin baxın, Şurabat kəndi balaca bir kənddir, amma onun dəniz sahili möhtəşəmdir. Mənim çox xoşuma gəldi. Və yaxud yuxarı tərəfdən Şabranın çox gözəl sahilləri var. Biz çox adam getməyib. Mən kimə soruşsam ki, Şabranın sahillərinə getmisənmi? Gördüyümüz nədir? Nabran. Nabran. Ən yaxşı haldır. Və yaxud Beşbarmaq dağı deyirik. Beşbarmaq dağına qalxanda siz dənizə tərəf baxın. Görün nə möhtəşəmdir. Biz oraları gəzməmişik. Gəlin bir vətəndaş kimi danışaq da. İndi ölkəmizin o turizm təəssübkeşiliyini çəkən adam kimi danışaq. Yaxşı, bir dönəm belə böyük bir boom oldu. Biz şəhərdə bir xeyli turistlər gördük. Bu bizim cibimizə də təsir elədi. Bu nə bilim iqtisadiyyata da təsir. Zəncirvarı hamıya xoş təsir bağışladı. İndi sanki belə turist Loredildə desə quruyub kimi gəlir bizə. Belə bir söz var da, kargoda bizə nəsə sifariş edəndə qiymətlər istər-istəməz nəqliyyat xərcləri deyirlər. Bunun ümumi bir adı var. Ümumiyyətlə nəqliyyat xərcləri çox dəyişdi və tənzimlənə bilməyən səviyyədədir. Bir növ odur. Misal üçün mən elə belə bir mail yazmışdım o şeyə, Türk Hava Yollarında. Dedi ki, maraqlı bir müzakirə oldu da, qısa bir dedi ki, yuxudan durursan görürsən neftin qiyməti 100 neçə dollardır, 140-a qalxır, birdən düşürdüyü 80 neçəyə. Sən deyir avtomatik yanacaq xərcləri ona görə tənzimləyirsən ki, yanacaq xərclərinə görə qiymətləri avtomatik tənzimləməlisən ki, bu sənə baha başa gələcək, ucuz başa gələcək. Və yaxud bilet almaq istəyirsən, hədəflənirsən ki, yayda Yunanistana gedəcəm. Anidən açırsan ki, keçən 300 avro olan biletlər olub, bugün 600 avro. Bu istər-istəməz ertəliyir bir növ. Hamı gözləyir ki, pandemiyadan sonra boom başlayacaq. Çünki insanlar qapandı, birdən sonra çox. Amma o qiymətlərə istər-istəməz təsir edir. İndi alternativ marşrutları fikirləşmək lazımdır ki, Azərbaycana turistləri necə gətirək? Yəni, misal üçün, bir Çinli birbaşa Avropaya uçmasın, gəlsin Bakıda 3 günlük, belə bir tur paket fikirləşək. Misal üçün, gedir Avropaya, 10 günlük gedəcək, 13 gün Bakıda keçirsin. Mən sizə bir şey deyim. Burada bir önəmli vacib məsələ var. Bir dəqiqə, üzr istəyirəm Rəhman. Hacıağanın əslində verdiyi təklif çox yaxşı məsələdir. Çünki bir ağlar yeməklərdən danışıq falan. Belə bir tur paketi eləmək olar ki, Avropada onsuz qeyb acından qalacaqsınızsa, birinci burada dadlı yeməklər yiyin, sonra isə Avropaya gedin. Qaydanda onu daha yaxşı hiss edəcəklər. Qaydanda onu daha yaxşı hiss edəcəklər. Mən dünən yox, sıra gün Doha aeroportunda nəyi gördüm? Siz indi bu hub məsələsini danışırsınız. Mən gördüm ki, elə o dediyimiz Çinlilər və Yaponlar daha çox Doha vasitəsilə Avropaya uçurlar, Avropaya səyahətə gəlirlər. Biz daha yaxınıq. Biz daha yaxınıq əslində. Mən hətta o detala 8 saat vaxtım var idi. O detala fikir verdim. Bir-bir o monitorların qabağından keçirdim ki, buradan hara təyyarələr uçur. Edinburqa bir xeyli özüm Çindən Bakıya Doha gəlmişəm. Mən də o formada gəldim və gördüm ki, əslində Qatar bizim ölkədən mən dəqiq deyə bilməyəcəm, 7-8 dəfə balacadır ərazi baxımından. Aeroportu çox böyükdür və onlar o hub'ı orada yaratmağa nail olublar. Maraqlandım, onların bazasında Qatar Airways-dən söhbət gedir. Təxminən 300-dən çox təyyarə var. Və gün ərzində bu təyyarələr dünyanın hər yerinə uçurlar. Bizdə 30-dur, səhv eləmirəmsə. Ya da 38. Yəni onlar bu hub'ı yarada biliblər və dünyanın hər yerində Çinlilər də, Yaponlar da və o ərazidə yaşayan, o coğrafiyada yaşayan bütün insanlar da Doha vasitəsilə uçurlar. Dohadan Miami'yə uçmaq nə deməkdir? Çinlilərin gələcəkdə mən sizə əmin edirəm ki, Azərbaycan onlar üçün çox önəmlidir. Bunu görəcəyik. O bir yol, bir kəmər layihəsi çərçivəsində mən iştirak eləmişdim Çində o bir ay qalanda. Onların həm Afrika ilə bağlı, həm də belə deyək də bizim Avropaya keçid üçün bizdən belə deyək çox istifadə edəcəklər. Və onun faydasını nə vaxt görəcəklər? Mən sizə əmin edeyim. Hansı ki bu mini müharibələr başladı. Həmin ərəfədə Çinlilər bizdən çox narahatdılar. Biz narahatıq ki, misal üçün o tərəfdən gələn turistlərin sayı azaldı. Yəni Çinlilərin də o keçid üçün əziyyətləri çoxdur. Çünki onlar bir gündə elədiyi reys sayını biz bəlkə də bir ildə eləmirik. Mən qısa bir şey deyim. Çinin o deyirəm iki məhəlləsi bəs edir. Hangzhou'nun
gəzəndə mən baxdım ki, nə balaca şəhərdir. Çıxandan sonra baxıram milyondan əhalisi var imiş. Şəhərdə hiss edə yəni bizim turizmimizi və yaxud digər sahələrimizi, ixrac potensialımızı ümumi fikirləşəndə əslində bizim çox da əziyyət çəkməyimizə ehtiyac yoxdur. Yəni Çin bazarından müəyyən bir şey götürsək, bu yetərli səviyyədə gəlir deməkdir. Çünki əhali çoxdur. Yəni biz maksimum 1 milyon turist bizim əlavə bu dəqiqə ölkəyə olduğu turistdən 1 milyon artıq olanda biz bunu hamımız hiss edəcəyik. Bu 10 milyon olsa ölkəyə gələn turist sayısı il ərzində 10 milyon. Bu çox digər sahələrdə ciddi fərqlər olacaq. Misal üçün deyirəm, 30 reklam şirkətindən sayı avtomatik olaraq artacaq. Bəli. Çünki tur şirkətlərinin sayı çox artacaq, bəli. Onların reklama ehtiyacı. Və siz artıq radio kimi, yəni nümunə olaraq deyək, radionun reklam götürmə strategiyası belə dəyişə bilər. Yəni ümumi bazara təsir edir. Bəli, yəni siz misal üçün 1 illik müqavilə, 2 illik müqavilənin müraciətləri olsa, onda deyəcək ki, xahiş edirəm 4 efiri heç kimə vermə, mənim turistlərim var və həmin o hansı ölkələrdən gəlirlər, həmin ölkələrin vətəndaşları üçün verilişlər edir. Və hətta siz bir növ tərcüməçiləri dəvət edə bilərsiniz, o sahəni daha yaxşı bilən, o dili daha yaxşı bilən və onlar üçün belə verilişlər aça bilərsiniz. Çünki bu turist sizi elə bir şey eləyir ki, insanın var olduğu, oturduğu bütün komfort zonanı dəyişdirir. Çünki fərqli sahədən gəlir, siz avtomatik ona adaptasiya olmalısınız. Sizin başqa çıxış yolunuz qalmır. Türkiyə niyə adaptasiya oldu? Yəni yataq sayı Antalyada birdən-birə niyə artdı? Çünki Rusiyadan kütləvi turist axını var idi. Mən özüm də görürdüm. Mən indi kimi yadımdadır, 1014-cü idim mən bir dəfə aeroportda növbədə. Orada var idi məsələn. Yəni o birdən-birə artdı və o da təsirlədi. İnsanlar gəldilər, elədilər, kütləvi hava limanları tikildi. Yəni Türkiyədə 20 dəqiqəlik yol arasında hava limanı var. Səhv eləmirəmsəm, Antepin hava limanı ilə Maraş tərəfdə bir hava limanı arasında 20 dəqiqə, Antepdən isə Adana 20 dəqiqəlik məsafə var. 2 dənə hava limanı var. Onun tərəfində də Qazi Paşa, Antalyan hava limanları var. Bu belə də istər-istəməz təsir. Bizim çox sevindirici hal nədir? Qarabağda artıq hava limanlarımız ikisi var. Biri də artıq tikilir. Yavaş-yavaş məncə bu prosesə keçəcəyik və keçməliyik də. Yəni bunun qaçılmaz. Məncə də bu məsələlər olacaq, amma sadəcə olaraq indi hələlik təyyarələr, aldığımız təyyarələrə xüsusi açılışlarla yekunlaşdırsaq, hab məsələlərinə mən düşünürəm ki, keçə bilərik nə vaxtsa. Hacı Ağa bəy, biz sizə təşəkkür edirik. Həftənin əvvəli vaxt ayırdınız, gəldiniz. Mən də sizə təşəkkür edirəm. İşdə müdürümə təşəkkür edirəm. İcazə verdi. Sponsorla bağlı bir şey deyil. Elə bildim ki, məni bura sponsorlar göndərdi. Çünki mən Hyundai sürürəm. Kasko sığortam Paşadandır. Kartın da vizadandır. Kartım da vizadır. Yəni gizli göndərilmişəm. Bəlkə də sizin xəbəriniz yoxdur. Sponsorlar deyir ki, sağ olsuz da bizim müştərimizsə, gəl səni efirə göndərək. Mr. Shopping'ı elə gördük. Gör uşaqlar necə danışırlar. Hyundai, Paşa, viza nə saydısa, Avropada da bir şey deyim. Viza hər yerdə keçir, yəni möhtəşəmdir. Yəni özüm də istifadə edirəm. Yəni bir növdə məcbur istifadə edirəm. Niyə? O şey qorxusu var, pul qabını itirmək qorxusu. Telefonla rahat NFC ödənişləri edirik. Yəni ki, 2 həftə sonra ikimizin də səfərimiz var. Sizinki yoxsa oldu? Yox, sizdə öncədir. Məndə sonradır. Mən 18 olacaq inşallah. Gözləyirəm. Hələ vizamızı verməyib də. Vizamızı versinlər. Amma cavablar artıq çıxmalıdır məncə. Yox, bu həftə ərzində çıxmalıdır. Sardiniya adası var. O qədər pulum yoxdur, amma fikirləşirəm ki, gedim. Sardiniya adasını mənə çox tərif edirlər. Yəni baxım görüm də vardı. Fotolara baxmışam, incələmişəm. Özdə mən necə fotolara baxıram, bunu da hamıya deyim son söz kimi. Xahiş edirəm, siz hamınız xarici səfərsiniz. Instagramda gördüyünüz şəkillərə yox, Google-da axtarın. Həmin yerin adi adamların çəkdiyi fotolar olur. Bu effektsiz, bəli. Bu maraqlı məsələdir. Bəli, ondan sonra qərar verin. Hər ikinizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olacağı. Səhəri bizimlə bərabər açdığına görə minnətdaram. Bax belə gözlə qaytardı ki, gözləyibəsin. Sardiniya adasından maraqlı macəralar gözləyirik. Sabahınız xeyirli olsun dostlar. Sabahlar eyni vaxtda eşidilmək ümidi ilə. Görüşərik hələlik.